Azərbaycan əhalisinə bir pis xəbər var. Hər ay 1 manat tutulacaq. Qaz istifadəsinə görə sabit tarif tətbiq ediləcək artıq və qaz şəbəkəsinə qoşulmuş bütün sayğaclar üçün istehlakçılardan hər ay 1 manat məbləğində sabit ödəniş tutulacaq. Bu ödəniş qazdan istifadə edilib-edilməməsindən asılı olmayaraq hər ay həyata keçirilməlidir. Qaydanın 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcəyi nəzərdə tutulur. Maraqlıdır, sabit tarifin tətbiqindən sonra qaz limitlərinin ləğvi məsələsi də gündəmə gələ bilərmi? Azəriqazdan isə bildirilib ki, limit və tarifləri müəyyənləşdirən qurum onlar deyil. Təbii Ehtiyatlar Energetika və Ekologiya Komitəsinin üzvü Naqib Həmzəyev isə öz açıqlamasında söylüyor ki, praktik olaraq prosesin necə işləyəcəyi ilə bağlı detallar hələlik bəlli deyil. Tezliklə aidiyyatı qurumlar tərəfindən ətraflı açıqlama veriləcək. Qeyd edək ki, qaz enerjisi üzrə limitlər 2016-cı ildən etibarən qüvvədədir.